Fənlər Universitetində Türk xalqlarının mədəniyyəti, dili ilə bağlı çox yaxşı bir konferensiya buldu. Bu konferensiyada əsas mühüm mövzu məhz Türk xalqlarının mədəniyyətinin, Türk xalqlarının dillərinin, onların fəlsəfəsini və tarixini burada aiddir. Hələ 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində İsmail bəy Kasparoğlu da aytırdı ki, biz dildə, fikirdə, əməldə bir birlik yapmalıyıq. Bugünkü konferensiyamızda da, yəni Anıq və İctimai Fənlər Universitetində də bununla bağlı domlalar, ustazlar, müəllimlər Azərbaycandan, Qazaxıstandan, Özbəkistandan və digər türkü dövlətlərdən yaxşı müarizələr qıldılar. Cahanda, dünyada bizim bir ailəmiz var, o Türk ailəsidir. Məsələn, bizim Azərbaycanımızda Nəvai bizim üçün doğma bir insan, bizim milli Azərbaycan mütəfəkkiri, biz məsəl üçün Nizami Gəncəvidir, Behbudilər, Fitratlar və başqa. Ona görə də bu konferensiyanın ötməsi və bu konferensiyada dokladların qılması çox yaxşı oldu. Ерлан Жиенбаев Қазақстандағы Қожа Ахмет Яссауи атындағы халықаралық қазақ